Abbasi xəlifəsi Mənsur Davaniqi İmam Cəfər Sadiq əleyhissalamın yanına çağırdı. Dedi, niyə cəmaat kimi siz də gəlib getmirsiniz bizim yanımıza? Əm uşaqlıyıq axı biz. Cəmaat gəlir, gedir, siz də gəlin gedin bizim yanımıza, bizim sarayımıza. İmam Sadiq əleyhissalam buyurdu ki, bizim elə bir dünyamız yoxdur ki, ona görə qorxaq və gələk sənə sığınaq. Səndə də axirət yoxdur ki, gələk axirətimiz üçün bir azuqə toplayaq. Və ikincisi budur ki, bilmək lazımdır ki, təkəbbürlülük axirətdə çox ağır bir cəzadır. Ən böyük günahlardan biridir. Allah Quranda buyurur, cənnətdən danışır, axirətdən danışır. Deyir, axirət yurdunu o kəslər üçün verəcək ki, onlar yer üzərində böyüklük istəmirlər, fəsad törətmək istəmirlər. Aqibət təqvalılara məxsusdur. Həzrət Rasullah'dan bir hədisdə də var ki, Rasulullah buyurur ki, and olsun ki, hər kəsin qəlbində bir xardal dənəsi qədər təkəbbürlük olarsa cənnətə daxil olmayacaq. İnsan özünü öyrətməlidir təvazökarlığa. Əgər içində təkəbbürlü hiss edirsənsə, çalış, üstünə get. Təvazökarlıq göstəriciləri olan əməllər yerinə yetir. Əgər səndə fəqirlərə qarşı təkəbbürlük varsa, fəqirlərlə bir yerdə otur, onlarla bir yerdə ye, onların dəvətini qəbul elə. Əgər elm və diskusiyalarda özünü böyük hesab edirsən, qarşı tərəfi dininə dəlil deyirsə, hüccət deyirsə, subut deyirsə, dəlini, subutunu könül razılığı ilə qəbul et. Və müxtəlif cür. Nəql olunur ki, Şeyx Bəhai böyük alimlərimizdəndir. Bir gün deyir, günorta namazının vaxtı idi, onun da yanında bir neçə adamlar vardı. İçərilərində bir dənə Molla Abdullah Tüstəri adında bir nəfər vardı. Abid bir insandı. 30 il bütün nafilələri deyir, yerinə yetirmişdi bu adam. 30 ildir bu adam, bir dənə nafilə qalmayıb ki, yerinə yetirməsin. Nafilə namazların qılır, müstəhab namazlar qılır, zikirlər, dualar, təqqibat dualar, hamısını yerinə yetirəndi. Zöhr namazının vaxtı çatanda deyir, Şeyx Bəhai bu Molla Abdullah Tüstəriyə dedi ki, piş namaz sən olarsan, keç qabağa, zöhr namazını inşallah qılaq. Bir neçə dəqiqə keçməmiş gördülər ki, Molla Abdullah Tüstəri sakitcə qapıdan çıxdı, qaçdı, getdi. Sonra səbəbini soruşdular ki, niyə sən çıxdın, getdin? Bu boyda şeyx sənə deyir ki, piş namaz, dur namaz qılaq. Hə dedin, sonra da çıxdın, getdin. Deyir, Şeyx Bəhai mənə deyəndə ki, piş namaz oldu, namaz qılaq. Birdən deyir, qəlbimə bir ücüb gəldi, bir təkəbbürlük gəldi ki, bu boyda insanların içərisində şeyx mənə dedi ki, keç qabağa namaz qıl. Gör, mən nə qədər hörmətli adamam, nə qədər mən təqva və imanda yüksəlmişəm ki, o boyda Şeyx Bəhai mənə deyir ki, keç qabağa piş namaz ol, namaz qılaq. Bu ücüb gələn kimi deyir, mən deyir, nə öz namazımı batil eləyə bilərəm, nə sizin namazınızı batil eləyə bilərəm. Çıxdım, getdim ki, mən bu namazı burada qılmam artıq doğru deyil. Mən bu duyğuyla bu namazı qılsam, öz namazım da batildir, sizin namazı da batil olar və kibrə, təkəbbürə düşmüş olaram. Bu cür bu yollarla insan gərək nəfsini tərbiyələndirə. Bir pis xüsusiyyətləri araya tapa və özündən müalicə ilə, özündən dəf ilə uzaqlaşdıra. Çünki İslamda əxlaq təkcə olar olmazlar məsələsi deyil. Əxlaq İslam dinində tövhidlə bağlı olan bir məsələdir. Əxlaq bizi Allaha doğru seyirdə ən mühüm azuqələrimiz. Biz arındıqca, təmizləndikcə Allaha mənəvi cəhətdən yaxınlaşırıq. Nöqsanlardan uzaq olduqca Allaha yaxınlaşırıq.